Hardayam xırdalanlar. Sizin qarşınızda. Sizin qarşınızda yekə bir həyət fondudur. Yekə bir həyətli evdir, qəşək. Ondan sonra həyətlə maşın girər, içinə maşın dağlara salmaq olar. Ev kürsülük, qəşək bir evdir. Ev o bir zövqlə yığılır ki, prosta bu evin yiyəsi bunu satmaq istəmirdi. Bir bazen pula ehtiyacı var. Xariciyə köçüz edir. Ona görə buranı satır. Özü ki, elə bir qəşək qiymətə verir, gəl görürsən. Hətta təhəng edəcək, təhəng də var. Görürsən, üzüm edər, yeyə bilirsən. Ne gözəldir. Kreşsin. Baxın sana. Geçer bir sal, dəmir barmaqlar, qoşa daş. Ev sentrdə. Yola yaxın, hər bir şeyə yaxın. Daxil olmaq bunun tukunasına. Bırak kalada qan çək. Bütün kukuna mebeli qalır. Bırak bunun kukunası. Allah Mehmet Ali. Burası ikinci mərtəbə. Evdə gözəl Quran ailesi de var. Çok güzel. Çok havası, zadı gözəl evdir. Baxın, qabağından maşın gedir, yoldur. Bu bunun ikinci otağı. Desək, üçüncü otağı, bu sanuzi. Qəşək sörgən yığılır. Bu bunun üçüncü otağı. Gör nə gözəldir. Heç də bana gözəl, özü bəyənin. Bu da bunun dördüncü otağı. Otaqlar hər bir zal, dəmir barmaqlar. Ondan sonra bura bunun balkonu. Üzüm bağı da gözənir. Qəşəng bir ev. Qabağı açıq. Yolunuzu gözlər. Evin qiyməti 93 binə deyirik. Gələn olsa danışacaq. Bırak edin. Allah sizə kömək olsun, biz də sizin yanınızda olaq.